Gedirik başqa bir ölkəyə, gedirik başqa bir ölkəyə. Ay, qorxdum. Niyə qorxudursan? Yes. Nice to meet you. Nice to meet you. Görək bu missiyanı necə tamamlayacaq. Cəmaət alladılar. Vallahi. Qadın alım, belə şeylər biz görməmişdik. Aha. No, ilan satırlar. Salamlar, salamlar, bir də salamlar. Hardayıq? Vietnamda, Sapada. Amma artıq bu çantalardan da görəcəyiniz üzrə burayla da sağollaşıram. Bura qaldığım yerdir. Əlvida deyib. Yola davam. Yola davam. Amma bu səfər Vietnam daxilində deyil. Əslində indi Vietnamın daxilinə səyahət edəcəm. Amma bütövlükdə bu video Vietnam daxilinə deyil. Başqa bir ölkəyə səfərdir. Gedirik başqa bir ölkəyə, gedirik başqa bir ölkəyə. Başqa bir ölkə deyəndə hansı ölkə? Çinə gedirik. Çinə gedirik, amma içinə gedirik də, yəni çölünə. Buradan indi bir avtobus tapıb gedim Çin sərhədinə. Oradan da görək sonra başımıza nə iş gəlir. Buna bax, lotuya bax, gəldi şeylədi ki, dedi ki bənə. Gözlə, bunu qoya ora. Dedi ki, gözlə bir dənə. Okay. Yolla keçir. Dedi, Laokaya gedirsən, Yusufay dedim hə. Dedi, gəl sən aparım. Birinci çox qiymətlidir, amma razılaşdım. Okay. 200.000 donka razılaşdım, okey. Burada oturaq da. Ha, okey. 200.000 donka razılaşdım. Nə qədər deyir? 12 manat var. Razılaşdım indi. Komfortlu şəkildə gedəcəm Laokaya. Amma bilməyənlər üçün deyim, yəni burada avtobus dayanacağı var. Yəni birdən nə hamın qabağına bu maşın çıxmayacaq da. Burada avtobus dayanacağı var. Laokaya gedirəm də mən indi Çin sərhədinə. Bu avtobus dayanacağına gəlib oradan Sapa Laokay avtobusuna binirsiniz. Hər yarım saatda bir çıxır bu avtobus. Əsas belə rahatlıqla gedirsiniz. 1 saat, saat yarımı falan çatır orada. Sumqayıta gedən bizdə maşınlar olur, necə ki, yox deyirəm, onsuz da o yolu gedirəm də, manatdan adam yığım, 20 yanvardan götürürlər. O tematda, yəni elə bir şey oldu. Laokaya gedirdi, mən də dedi ki, 200, yox, birinci nə qədər dedi ha? 350.000 dedi birinci. Dedim, yox da, dedim, nə qədər versin, dedim, valla 200.000'im var, onsuz da buradan da çıxıram, 200.000'i sənə verim, çıxım. Gəl. Canım üçün bunlar dəlidirlər. Bunlar dəlidirlər. O pervaldı bura, yəni geç-getə qutarmayan bir pervaldı da. Dağı, indi belə deyim də, dağdan aşağıya düşürük də belə. Və cəmaət bir-birinə burada necə avqana çıxır pervalda. Yəni, normalda pervallarda yəni, ötmə əməliyyatları qadağandır da, olmaz. Ki, olduqca təhlükəli, ona. Bu harayla gəlir? Wow. Yəni, çox riskli maşın sürürlər, çox. Niyə belə sərhəddə tələsirəm? Çünki 11:30-da sərhəd bağlanacaq, tezdən bir də günortadan sonra açılacaq sərhəd. Onun üçün tələsirəm ki, yəni o 2 saat falan yəni, hava yerdən itirməyim də. Tez keçim sərhəddə ki, bir qatar tapım, gedim böyük bir dənə şəhərlər var bulan. Kunming, gedim Kunmingə. Ki, keçə bilsəm, tez keçə bilsəm də yəni. Qabaq tərəf Çindir. Çinə. Çindir artıq qabaq tərəf. Bu gördüyünüz çayda, qırmızı çay, Red River'dır. Laokay. Bu gedir ta Vietnamın içlərinə doğru gedən bir çaydır. Çindən gəlir. Hə, bax, gəldik, çatdıq sərhəd keçid məntəqəsinə. Problemsiz bir dənə keçək. Kambocadan sonra artıq mən böyle quru sərhədlərində biraz şey var məndə. Şöyle keçə bilirik mi? Hə, gəldim. Burada. Hello. Pulum yox da, pulum olsa qurbandır sizə. Yox, no, shine.
Nó đi quanh quanh. Pul deyirlər, gəl pulu çevirək Çin pul. Ayo, buradan gedirlər ha. Deyir, pulu gəl çevirək Çin puluna. Deyirəm, pulum var ki, ama Çin pulunu çevirəsən. Mağımın. Ataq, bura. Ay, qorxdum, niyə qorxudursan? Niyə qorxudursan? Hə, gedək görək. Başımıza nə iş gəlir? Neyse, içeride kameranı söndürmeliyim. Keçək görək. Buranı rahat keçəcəm. Bura Vietnam sərhəddidir. Bura problem deyil, amma Çin tərəfində görək nə olur. Hə, an etibarı ilə Vietnamdan çıxdım. Problemsiz bir şəkildə artıq Çinə getmək vaxtıdır. Çinə gedirəm. Burada bu qapının o tərəfi artıq Çində, amma görək Çin bizi ölkəsinə buraxırmı ümumiyyətlə? Sağ ol Vietnam. Çox sağ ol hər şeyə görə. Özündən müğayət ol. Buralarda körpü çoxdur. Amma əsas sərhəd bir dənə körpüdür. Bu hal-hazırda üzərində olduğum körpüdədir. Bu körpülər bekara körpüdür. Bunlar bekara körpülər. Əsas budur. Və Çin. Haydi, getdik görək. Kameranı söndürürəm, çünki icazə yoxdur. Bəli, artıq hardayıq? Çindəyik. Çindəyik. Özdə Çinin içindəyik. Bəli, gedək görək. Nətər, bir dənə mən buradan bir dənə sim nömrə alım. Ondan sonra gəlsin həyat bildiyi kimi. Bir dənə sim nömrə alım burada. İnternetin falan olsun. Ondan sonra başlayaq Çinə. Hanımlar və cənablar, Çinə xoş gəldiniz. Könül istərdi ki, bir Çini bir 3-4 ay gəzim. Amma təbii ki, limitli. Bu arada Çin Azərbaycan üçün vizasızdır. Yəni, heç bir viza falan, yəni çox belə rahat keçdim. Yəni, çox rahat keçdim. Yəni, baxdı pasporta, sizə viza lazım deyil. Falan verir. Declaration doldurursan, vəssalam, Çindəsən. Çox rahat keçdim. Hayır, gedib bir dənə nömrə falan tapaq, davam edək. Hədə gedirəm, amma indi gerim şeyə, nədə onadır? Qatar stansiyasına. Burada şey tapdım. Sim kartdan əvvəl. 是一起的吗？ Ne diyor? 是一起的吗？ No need. No need? Okay. Yani Qatar stansiyasına buran dedim. 哎， Ama internetim yoktu hələ ki. Öncə buradan esim alardım. Neyse, istəyim bir yerdən tapacam da. 啊， Gəldim buranın Qatar stansiyasına. Mingə gedən qatar. Saat neçədir? Saat yarımdan sonradan mən bilet almamışam. Bilet almalıyam mən, amma internetim də yoxdur. Mən bir dənə internet tapsam, çox bomba söhbət edəcəm. Bir dənə internet tapsam mən, çox bomba söhbət. Buraya gəlməyə çox tələsdim. Gəlişi tələsdim buraya gəlməyə. Niyə bu qədər tələsdim ki, mən buraya gəlməyə? Bu Kanadalı uşaqlar gəlirdilər. Bu şeylər gəlirdilər bura taksi ilə. Şey elədim, ona da mən dedim, gəlim tez. 20 yuan tutdu, 20 yuan bizim 5 manat edir. 3 nəfər verir, mən də 1 dollar da mən verir. Tickets buradan alınır. Amma dediyim ki, mənim internetim yoxdur. Bir də mən internet yoxdur, burada şimdi internet var. Burada kart keçir. Burada kart keçir. Kart, orada gördüm. Kartla ödəyəcəm. Amma internet almalıyam da, yəni çox belə təkidlə internet almalıyam da internet. Bu qızdan, dəqiq ki, bu qızdan internet dilənəcəm birazdan. Deyəcəm qurbanımda olaraq bir dənə internet varsa mən esim götürüm. 94 yuan nə qədər elədi? Təxminən bizim pulun 5-ə bölükdə 20 manat falan. Hə, 20 manat falan elədi. Bilet aldıq. Okay. Thank you. You buy? No. Are you from which island in? I'm in Makati. Yeah, it's in Metro Manila. Manila. Ah, yes. I know. I'm originally from the province, which is from the northern. Ah, yes. But I've been there in Cebu, Palawan. Yes. My favorite island in is Palawan. Yeah. Ay, bunu neçə dəfə baxdın sən? You're a vlogger?
Yes. Nice to meet you. Nice to meet you. Sağ olsun. Mişi Filipin'dendi. Sağ olsun kömək elədi. Dedim bir dənə də alar Mişi mənə bir dənə Wi-Fi aç da Mişi. Dedim Mişi mənə bir Wi-Fi aç. Mişi də sağ olsun mənə Wi-Fi açdı. Getdim, demişdim axı Alipay üçün. Alipay'in elə içindən eSIM-i aldım. Vəssalam, bu qədər. Alipay'in içindən elə eSIM-i aldım. Hələ ki bir həftə limitsiz aldım, 14 manat. Ay bu nə tezcədir? Ay bu 13.30 demişdiniz axı, niyə tez çıxır bu? Çox tez çıxır bu. Neyse, getdik. Qatarımız tərpəndi. Getdik. Ay yox, düz vaxtında çıxmış. 1 dəqiqə və 2 dəqiqə tez çıxdı. Görürsən, 2 dəqiqə tez çıxdı qatar. Belə olmaz ya. Ay Çin. Və sənin dəqiqliyin zaten harda qaldı? 13.30 demişdi, 13.28. Ay mənim bədənim tərdim. Neyse, hər şey qaydasında internetimi həll elədim, eSIM aldım. Sonra nə həll elədim? Başqa nə həll elədim? Kunmingə gedirəm bu qatarla, saat 6-ya falan Kunmingə çatacağam, Kunmingdə qalacağım. Ondan sonrası Allah kərim görür nə olur. Gəldim, çatdım. Amma dedim, havası geçen sərindi. Havası sərindi. Gəldim, çatdım amma bir mövzu var ki, mən səhv deyil əslində bu vağzalar gəlir, amma mən raşotumu səhv yerdən götürmüşəm. Mən getməliyəm. Bura Kunminglandı, mən getməliyəm Kunmingin o birisi vağzalına. Nə bilim nə yazıldı burada Çincə namısı. Bir tane gedəcəm əş. Gedəcək. Yolda qalası ölük ki. Gedək Kunmingə o birisini, çünki hostelldə orada tutmuşam. Dedim elə ora yerləşim. Məsələn. Gedək. Həqiqətən də Çin mənim üçün tamamilə yeni bir təcrübədir. Çox da fərqli bir təcrübədir. Görək bu missiyanı necə tamamlayacaq. Çətinə öyrəşincədir. Neyse, minək metroya gedək. Alipay ilə normalda metronu falan hamısını həll eləmək olur, amma nömrəmi də ver. Okay. Thank you. Alipay ilə normalda hamısını həll eləmək, metro falan hamısı içində olur Alipay'in, amma nə şey oldu ona nədir? Yerli nömrə lazımdır. Onun üçün də məndə yerli nömrə olmadığı üçün 24 saatlıq belə bir bilet aldım. 24 saat bu işləyir. Görüm 24 saat işləyirsə mənə bəs eləyir onsuz da. Mən burada çox qalmayacağım. Bu gün sabah da bu vaxta qədər onsuz da qalacağım böyük ehtimal. Heç bir şey. Getdik. Haydi. Buradan belə. Deyirəm. İndi siz izləyirsiniz, sizin üçün yarım saatda. Mənim üçün belə deyim, 5-6 saat bundan əvvəl Güzbala ilə yuxudan durmuşdum. Yuxudan durub dedim, kim deyə ora gedən falan. İndi hal-hazırda Çinin, nə bilim, ortalarında bir yerlərdəyim. 5-6 saatda bu qədər dəyişiklik. Yasifdə Çin metrosuna ayağımızı atdıq. Və deyirlər, Çində, İngilis dilində heç nə yoxdur. Bu cəmaat nə tavladırlar ya. Kifayət qədər də İngilis dilində yazılar. Cəmaat tavladırlar. İngilis nə yazı olur bir çox yerdə. Əssalam. Getdik. Gedirik indi buranın mərkəzinə. Yerləşə eləyək, videonu eləyək ki, nəşlər. Və Kunmingə gəldik. Hara gedək? Cavan oğlan eskalatorla gedin. Pilləkənlə canınıza yazığınız gəlsin. Pilləkənlə şey gəlir. Eskalator olur, pilləkənlə harası getməyə mənim üçün çox məntiqsiz bir şeydir. Yəni, gəlin bala, bu eskalatorla gedin. Çox Çincə danışırlar, Birimiz Azərbaycan dillə danışın da. Bir də müğənni var idi, Azərbaycan gəlib demişdi, şeydir, burada lira keçmir. O sonra öldü ya, heyf. O müğənni kimi, yəni,
Azərbaycan dilində danışın. Hava gördüm ha axır ki. Buranın havasına qəşəngdir ha. Oyda, sərin də. Yəni qəşəng dedim yəni sərindir də. Oyda, qəşəng. Allah. Mən düzdür yəni şeydə də var idi. Sapa da axşamlar soyuq olurdu. Amma yəni istədiyim o soyuqluğu tam tutanmamışam. Tam tutanmamışam o soyuqluğu. Bundan sonra da yəni o soyuqluğu tutmaq üçün ya qalxım Rusiyanın şimalına ya Çinin qaqama bax, qaqamın əlindəki silahı da bax. Şunu. Bura niyə qoruyurlar ki onlar? Silahla zadla. Naryad olduğum günlər yadıma düşür. Bayraq postuna çıxdığım günlər yadıma düşür. Dimdik dayanırsan böyle 2 saat. Allah. 2 saat heç. Sonra ya. Burada bibilərdə taksilərdir. Burada bibilərdə taksilərdir. Normalda çıxanda hardansa dayılar cumur, adamı belə hop götürür də. Bax ilk dəfə ki bibilər hardansa çıxan kimi bibilər cumurlar ətrafı ki gəl səni aparım gəl. Burada qadınlar da yəni kişilər qədər xeyli çoxdur taksi şoferlər. Bu arada yəni bir şey deyim, Google Maps burada unut da Google Maps. Yəni qəti şəkildə Google Maps-ə güvənmək olmaz. Bu görürsünüz bu xəritəni, bu xəritə. Ən salamat xəritə burada budur. A-Map. Bir neçə xəritə var. Yəni mən sadəcə A-Map-i işlədirəm. Alipay-i yükləməlisiniz mütləq şəkildə. Çünki hər şey Alipay-ə bağlıdır. Hətta metro falan hamısı Alipay ilə ödəmək olur. Bütün ödənişləri yəni Alipay ilə ödəmək olur. Yəni burada demək olar ki, cash sistemi, nağd pul sistemi demək olar ki, yoxdur. Başqa nə? WeChat-ı yükləməlisiniz. WeChat-ın içərisindən həm mesajlaşa bilirsiniz, həm də belə deyim, ödəniş falan eləmək mümkündür. Bunlar əsas proqramlarıdır buranın. Amma yəni ən önəmlisi Alipay-dir və VPN-dir və xəritədir. Bu üçü mütləq şəkildə olmalıdır. Yoxsa çətindir məsələ. Belə binalar. Ümid edirəm ki, bu binalarda qalmarıq. Amma öncə elə bu binalarda qalacaq. Binalara bax. Hong Kongdakı bu monster binalar var, onlara oxşuyur. Orada olacaq. Bu Hong Kongdakı bu monster binaları xatırladır. Şeydə də var, yəni Abşeron Gənclər şəhərçi. Nə qədərdirlər. Amma geçin soyuq havası var. Buranı nə zülmlə tapdım mən. Burada şeylər, əslində orada yazmışdı, asan tapılmalıydı. Mən biraz çətin tapdım, bilmirəm niyə. Amma indi bura mən necə çekin eləyim? Çekin eləmək üçün işim yoxdur. Resepsiyonda işim yoxdur çekin üçün. Bilmirəm niyə, amma hər şey... Ay, nədir? Cəmaat yatıb eləmə. Bildim amma... Mən çekin necə eləyim? Oturmuşam taksiyə, gedirəm buranın mərkəzi yerinə. Biraz oralarda gəzə eləyək. Kunminglə biraz tanış olar. Görək necə yerdir. Maşın səsi yoxdur. Adamın əsəbini toxunur. Hamı elektromobil sürür, hamı nə bilim. Ancaq elektrikli, yəni. Deməli maşın səsi eşitmir ya. Bu mərkəzi küçəsi burası sayılır. Nanping Walking Street tərzi bir şeydir də, yəni o piyadaların hərəkət küçəsidir. Soçum niyə bilirdim? Nanping. Şeydən sonra, yəni nə bilim, Cənub-Şərqi Asiyadan sonra indi axırıncı da Vietnam idi. Vietnamdan sonra bura mənə çox sakit gəlir, belə dəhşət sakit gəlir. Yəni ay qışqırın bağırında, bu dəqiqə ən çox səs çıxardır mənə. Düzə Çinlilər biraz aqressiv olurlar belə, yüksək səsini danışan olur. Tək yəni danışmaqdan söhbət getmir. Ümumiyyətlə yəni belə sakitdir. Çox sakitdir buraları. Beynim deyir ki, belə şeylərə öyrəşməmişdik biz. Qadın alın, belə şeyləri biz görməmişdik. Ayaqqabılara bax, 20 manat deyəcəm.
Cəmi cümlətanı 20 manat ayaqqabılar. Çox ucuzdur, çox dəhşət. 1.9 nə? 1.9 nə yazmırsınız? 1.9 bilmirəm. Amma ya buradan qəşəng paltar almaq olar. Düz yəni Vietnamdan görməmişcəsinə paltar almışam, amma buradan da almaq olarmış. Of, toyuğa bax. Gələrəm, bura gələrəm. Toyuq gördüm orada. Gələcəm bura. Biraz buraları gəlişə görə bəlkə daha maraqlı şeylər var. Maraqlı, bir də bu yeməklərin qiymətinə baxın. Wow, 38 yuana, 8-9 manata. Çox belə münasibdir qiymətləri. Bax, mən yüəndən deyəndə siz avtomatik onu 4-ə bölün. Yəni yormayın məni. Mən nə deyirəmsə siz avtomatik 40 deyirəmsə avtomatik bilin ki 10 manatdır o. Atıya təp yatmazlar. Atıya təp. Ayqa, burada nə qədər yemək yeri var, ayqa. Burada nə qədər yemək yeri. Gəl, özüm ölüm, burada yəni konkret kilo alarsın. Yəni o şeylərin o night marketləri var idi, o Asiyadakı, Cənub Şərqi Asiyadakı. Yəni, onların elə bilsəniz, yəni modern versiyasıdır konkret. Deyiblər ki, biz belə hozu kimi oturmayaq, mədəni oturaq deyib, yəni orada biraz hozu kimi otururdular, necə gəldi otururdular. Burada o çox mədənidir, çox. Burada müsəlman, belə deyim, icmalar çox yaşayırlar Kunming tərəflərdə də. Və görürsünüz, başlarında da, burada müsəlmanlar bir xeyli çoxdular. Kebab pişirirlər. Bir. Burada kebab pişirirlər. Burada nə var? Əzgil də bu. Əzgil oxşur. Amma yəni belə fərqli meyvə axtarıram. Tapacam o fərqli meyvəni. O belə fərqli meyvələr axtarır. Burada bu arada bunların baş yemlərindən də... Gilas! Mən nə vaxtdandır gilas yemirəm ha. Bu arada bunların baş yemlərindən də anlayacağınız üzrə bunlar müsəlmandırlar. Yəni Çində kifayət qədər çox müsəlman yaşayır. Kunming şəhərində də həmçinin. Belə. Küçə qaynayır ya, küçə dayanmır. Yəni, amma bir xeyli də normalda yəni belə küçələr, yəni Cənub Şərqi Asiya, ona görə mən şeydə deyirdim ki, yəni həqiqətən Cənub Şərqi Asiya ilə bitirdik də, yəni artıq Çini Cənub Şərqi Asiyaya aid eləmək düzgün bir şey deyil. Yəni bunların səliqəsinə, səhmanına baxsan, Cənub Şərqi Asiyada belə səliqə səhman olardı. Qətiyyən. Duryanın acı ki, Duryana bax, Duryanın 17.5 nə qədər eləyir? 17.5 bizə nə qədər eləyir ha? 4 manat, Duryan 11-12 manat falan idi şeydə. Cənub Şərqi Asiyada. Bu nə də? Ördəyin başıdır. Ördək başı. Yəni konkret, yəni yemək yeridir, amma konkret yemək yeridir. Bu satır bu itləri. Bu itlər yox, şəkilcəkdir. Satır bu itləri, yox, şəkilcəkdir bundan. Satır da yəqin ki. İthal veri var burada. Satmıyor, nə kişi onu. Aha. Burada da xamyaklar. Şirinlər, necəsiz? Necəsiz şirinlər? Xamyak satılmağı normal. Bunlar çox, qardaş, çox şey, necəsiz? Çox, burslara bax, çox iri deyirlər. Xamyakı burada satırlar. Bu xamyak da öyle, bildiğin kırsadır. Bunları burada satırlar. Pişiyi de burada satırlar. Bu yazıq pişiyin nəfsi çəkir bəlkə. Niyə belə nəfsi ilə belə şey oynuyorsunuz? Pişiyi burada satılır, xamyak burada satılır. Şimdi deyirəm o pişiyi yemək üçün satmırsa pişiyi.
Burada ne satılır? Ay burada her şey var ha kişi. Pişik satırlar, ne bileyim. Bu nedir? İlan satırlar. Ay buna bak, ilan satırlar burada. Wow. Buna bak, ilan satırlar. Wow. Buna bak. Balaca, böyük, her cür ilan var. No? Okay. No, gözüm var. Her cür ilan var ki. Bu konkret heyvan bazarı da bura. Yani yemek cəhətdən həqiqətən də bugünə qədər gördüyüm ən ideal yerlərdən birisi ola bilər. Yəni çox möhtəşəm. Həm ucuz, həm çeşid bol, həm rəngarəng. Nə bilim valla. Çox bəyəndim buna. Çox. Yəni, hər yerdən bir şey çıxır. Yəni burada ananas satırlar, burada nə bilim moruqdur nədir, ondan satırlar. Bundan da yiyəcəm birazdan. İşte bir dənə o gəzim bir dənə ki, çünki beynimdə götür qoydum ki, harada nə yeyə bilərəm. Sonra yiyəndən sonra peşman olmayım ki, gələk bugün gəlib yiyərdim. Kunmingdə mən çox qalmayacağam. Onun üçün maksimum dəyərləndirmək istəyirəm. Amma ya Kunmingdə qala da bilərəm deyə düşünürəm indi Allah zaten. Hello. Hello，你好，你好。在哪？兰州， How much? How much? 10块钱5个，20块钱10个， Ay, ne bileyim ne diyorsun? No, No. How much? How much? 10块。哦，那 Wait. Okay, right. Ne bileyim ne? One. 1， 5 or this? 对对。 Ah, okay. Then, 这个好的，2 okay. No, 5. OK。 Can I pay Alipay? 阿里贝有 OK，有 OK，喂有啊 Gözü，OK。 No. Yes. 哦呀， Gözü Alipay'imizi açsak bu kişinin ödənişini eləyək. 我 Sonra 给你穿吧， qanqaraçılıq olmasın. Skan. 我给你穿。哎，小姑娘来嘛，对吧？给你们6穿。 Ne? OK。这么大的船，你看看哪里他妈穿的 OK OK，yes。 Okay. Yemin. 哦，大哥。 Dadım beğensem bir 20 tane de alırım. $20 de ver. Bunların 75'ini aldım doymadım. 10'unu aldım doymadım. Sonra gittim bir tane 20'sini aldım. Yani çok həqiqətən tatlıdır. Böyle. Həqiqətən buranın yeməkləri çox süperdir. Hər yer yemək, hər yer. Qiymət də o qədər ucuzdur ki. Mən indiyə qədər gördüyüm ən ucuz şeydəydi. Kambodjadaydı. Vyetnamda ucuz idi təbii ki. Kamboca sadəcə belə bir şey vardı Kamboca. Kamboca turistik yerində ən ucuz qiymətdə turistik yerlərdə təzə belə ki 2 dollara, 3 dollara. Yəni ən turistik yerlərdə, yəni burada da elədir. Buranın ən mərkəzi yerləri buralardır. Qiymətinə o görsə oradakı yeməyin qiyməti 12 nə qədər eləyir? 3 manat. 3 manat. Nəysə. Danışmayacağım. Bunun bir şişi nə qədərdir? Bizim pulla 50 qəpik. Buralar 11'e qədər işləyir. 11'dən sonra artıq yavaş-yavaş bağlayırlar buralar. Orada bir şey deyim, yəni mənim indiyə qədər gördüyüm ən möhtəşəm şeylərdən birisi ola bilər bu. Alipay. Adi 1 manatlıq ödənişi belə, yəni rahatlıqla, 50 qəpik ödənişi belə çox rahatlıqla, yəni QR kodu oxudursan, yəni istənilən var, görürsünüz bax burada da var, görürsünüz. Hər yerdə QR kod var, görürsünüz, hər yerdə var. Hər yerdə o QR koddan var. Nə qədərdirsə həmin məbləği avtomatik orada QR kodunu oxudursunuz, siz kartınızı falan da çıxartmırsınız. Vəssalam. Çox rahatlıqla, bildiyin can rahatlığıdır. Taksində şeydən, Alipay'dən sifariş verirsən, avtobus, metro biletdə Alipay'dən. Çox yaxşıdır, çox. Hə, bağlayın da, gec qalmayın da. Siz də gedin evə, mən gedirəm, siz də gedin evə. Biraz düşək. Gecə vaxtı buralar kütərdi, biraz gəzişək. Bir başımıza nəsə problem gələ bilirmi? Problem axtarım. Videonu da burada yekunlaşdıraq. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə. Sağ olun.